Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya. Nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Emme ba'd. Aziz ve değerli kardeşler, Allah'tan isterim ki Allah Teala meclisimize bereket versin. Hayırlı meclislerden etsin. Ve faydalı şekilde buradan kalkanlardan etsin. Mevzumuz elə bir mevzudur ki, herkesin bilmesi gerek olan, herkesin dikkat edesi bir mevzudur. O mevzu ki, həsəd mevzusu. Yani herkesin xəstəliyi olan, herkeste olan bir xəstəlikdir bu. Həsəd herkeste olan bir xəstəlikdir ve onun yeri de hardadır? Qəlbdə olan bir şeydir. Həqiqətən də həsəd günümüzdə çox yayılan bir xəstəliklərdən biridir. Ümumiyyətlə insan yəni qəlbin sağlam olması üçün səy göstərməlidir, çalışmalıdır. Zahiri əməllərdən çox qəlbi əməllərə daha önəm verməlidir. Bir insanın qəlbi sağlam deyilsə, onun zahiri əməlinin faydası yoxdur. Bir insanın qəlbi sağlamdırsa, onun zahiri əməllərdə etdiyi xətalar bağışlanır. Silinə bilər. Amma qəlbi xəstədirsə, qəlbi sağlam deyilsə, o zaman zahiri əməllərin qəbul olmasına mane olur. Ve beləliklə insan daima, yani insanın batinində olan, daxilində olan qəlbini sağlam saxlaması lazımdır. Bunun üzerinde çalışması lazımdır ki, qəlb daima sağlam olsun. Çünkü qiyamət günü insan qəlbinə görə hesab çəkiləcək. Yani qəlbinə görə hesaba çəkiləcək. Qəlbində olan əmələ görə, qəlbinin sağlam olmasına göre mükafatlanacaq. Qəlbi sağlamdırsa ona göre mükafat verilecek. Ve qəlbi sağlam değilse qəlbinə göre yani əzab verilecek. Yani ona göre insan qəlbinin sağlam olması için çalışmalıdır. Səy göstermelidir. Zahiri əməllərdən daha çok qəlbi əməllərə diqqət eləməlidir. Bir insan güzel namaz kılabilir. Her şeyi yeri yerinde namaz kılabilir. Ama kalbi sağlam değilse, kalbinde kıldığı namazda riya varsa, o zaman o namazın faydası yoktur. Bu onu gösterir ki insan kalbine daha önem vermelidir. Kalp meselelerine dikkatli olmalıdır. Onun üzerinde çalışmalıdır. Yani herkes əməl edebilir. Zahiri əməli, gösteren əməli herkes hayata geçirebilir. Ama daxilimizin necə olduğunu yalnız Allah Teala bilir. Biz insanlara güzel görsənə bilərik. Güzel danışa bilərik. Güzel rəftar edə bilərik. Ama qəlbimizin necəliyini yalnız Allah Teala bilir. Ve qiyamət günü de Allah Teala insanın qəlbində olana mükafat verecek. Ve dünyada biz insanların zahirine bakarıq. Kim namaz kılır, kim oruç tutur, kim yaxşılıq edir, kim əxlaqlıdır. Zahiri əmələ göre biz qiymətləndiririk. Ama ahirət günü ise Allah Teala yalnız qəlbə baxacaq. Ve qəlbdə olan sağlam əməllərin mükafatını verəcək. Eğer kalp sağlam değilse o zaman ibadetlerin faydası olmayacak. Ve kalbi meselelerden biri de Müslümanların arasında yayılan birbirlerine karşı həsəd etmesi, paxıllıq etmesi. Həqiqətən də həsəd, paxıllıq Müslümanlar arasında olan bir xəstəlikdir. Ve Müslüman daima bundan uzak kalmalıdır.
çalışmalıdır ki həsəddən kənar qalsın. Və həsədin mənasına gəldikdə isə deyir ki, "Və təmənni zəvalin ni'məti anil ğeyr." Həsəd odur ki, başqasında olan neymətin itməsini arzulamaq. Başqasında olan, qardaşında olan neymətin itməsini arzuluyur. Bu həsəddir. Niyə ona verilib, mənə verilməyib? Niyə onda var, məndə yoxdur? Və buna həsəd edir. Həsəd budur yəni. Əgər sən qardaşda olan neymətə həsəd edirsənsə, paxıllıq edirsən və o neymətin ondan getməsini arzulayırsan və onda olmasın, ondan itsin və məndə olsun. Bunlar hamısı nə sayılır? Həsəd sayılır. Həsəd İslam dininə görə böyük günahlardan sayılır. Və elə bir xəstəlikdir ki, insanın ondan qurtarılması çox çətindir. Və buna görə insan daima nə etməlidir? Həsəddən Allaha sığınmalıdır. Qardaşında olan mal, mülkə həsəd etməməlidir. Hər kəsin qəlbinə gələ bilər. Filan kəsdə mal, mülk var. Amma ona qəlbini açması ki, o mülk ondan itsin və mülkün ondan itdikdə sevinməsi, onun üçün rahat olması bu həsəddir, bu paxıllıqdır. Və sən buna görə Allah qatında sorumlu olacaqsın. Və buna görə Allah Teala sənin həsəd etdiyin üçün əməllərini həsəd silib aparacaq, yuyacaq. Həsədlə bağlı Allah Teala Quran-ı Kərimdə bildirir ki, "Əm yəhsudunən nəsə alə mə ətəhumullah min fadli." Deyir ki, Allahın onlara verdiyi fəzlət, yəni mal mülkə həsəd mi edirsiniz? Yəni Allah Teala burada inkar edir. Yəni siz onlara verilən mal mülkə həsəd mi edirsiniz? Paxıllıq mı edirsiniz? Yəni bu onu göstərir ki, bu Allah, əgər bir insan qardaşında olan mal mülkə həsəd edirsə, bu Allaha qarşı etirazdır. Ya Rab, sən ona niyə vermirsən? Niyə onda mal mülk var? Yəni buna Allaha, həsəd etməyi ilə Allaha etiraz etmiş sayılır. Ki, niyə ona verilib? Niyə onda var? Və yaxud da ondan itdikdə sevinir. Nə yaxşı ondan getdi. Bu kimi hallar paxıllıq sayılır, həsəd sayılır. Və belə etmək Allah qatında böyük günahlardan sayılır. Yəni həsəd heç vaxt xeyir gətirə bilməz. Həsəd müsəlmanlar arasında daimə düşmənçilik, qeybət, nəmmamlıq bu kimi şeylərə səbəb olur. Həsəd edən insan məcburdur ki, onun arxasınca danışsın. Həsəd edən insan məcburdur ki, onun malının getməsi üçün yollar axtarsın. Və onda olan mala həsəd etsin, paxıllıq etsin. Və Allah Teala da Quran-ı Kərimdə bizlərə bildirir ki, onlara verilən nimətlərə həsəd mi edirsiniz? Yəni dedik ki, bu nədir? Allaha qarşı nədir? Etirazdır. Allah Teala istədiyinə mülk verər, istədiyinə verməz. İstədiyini imkanlı edər, istədiyini kasıb edər. Amma niyə onda var, paxıllıq edərsənsə, bu artıq bu insan günah etmiş sayılır. Və digər ayətdə Allah Teala biz gün ərzində sabah-axşam zikirlərində oxuduğumuz ayətdə deyir ki, وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدٍ. Biz daimə həsəd edənlərin şərindən kimə sığınırıq? Allah Teala'ya. Necə olur ki, sən bu ayəti oxuyursan və həsəd edənlərin şərindən Allaha sığınırsan, özün həsəd edirsən. Yəni bunu heç düşündüyümü, fikir verdiyimi? Kim desə ki, mən həsəd edəmirəm, çox az insan olar aramızda.
Hər kəsin qəlbinə həsəd gələ bilər. Amma sən ona qəlbini açarsansa, bu zaman problem bunda başlayır. Günah bunda olur. Və Peyğəmbərimiz s.ə.v hədislərin birisində deyir ki, وَلَا تَحَاسَدُوا Bir-birinizə qarşı həsəd etməyin. Çünki həsəd müsəlmanların arasında olan bağlantının ağrı silib aparır, pozur. Müsəlmanların bir-birlərinə həsəd etməsi onlara, yəni arasında olan mehribançılığı, qardaşlığı aradan götürür. Çünki sən həsəd edirsənsə, o zaman qardaşının arxasınca danışacaqsan və onun halının pis olmasını arzulayacaqsan. Və buna görə insan, Peyğəmbərimiz s.ə.v deyir ki, وَلَا تَحَاسَدُوا Və hədisin sonunda deyir, وَكُونِ عِبَادَ اللّٰهِ إِخْوَانًا Yəni, qardaş olun. Yəni, qardaşlıqda həsəd yoxdur. Qardaşlıqda həsəd yoxdur. Əgər həsəd varsa, o qardaşlıq ola bilməz. Çünki qardaş, qardaşına qarşı həsəd etməz. Və digər hədisdə Peyğəmbərimiz s.ə.v deyir ki, İyyəkum vəl-həsədə Həsəddən çəkilin, uzaq durun, həsədə yaxınlaşmayın. Nə üçün? فَإِنَّ الْحَسَدَ يَأْكُلُ الْحَسَنَاتِ Deyir ki, həqiqətən həsəd insanın etdiyi gözəl əməlləri yeyir. Necə ki, Peyğəmbərimiz s.ə.v hədisin sonunda misal gətirir ki, كَمَا تَأْكُلُ النَّارُ الْحَطَمِ Necə ki, odunu yeyən kimi. Od yandıqca, odun necə əriyib gedir? Həsədin məsəli də bunun kimidir. Yəni, həsəd edən insanın etdiyi əməllər yeyilir, silinir, yoxa çıxır. Buna görə insan etdiyi ibadətlərini qoruması hər bir müsəlmanın üzərinə nədir? Vacibdir. Və bunu qorumaq üçün insan öz nəfsini, qəlbini həsəddən təmiz etməlidir, həsəddən qorumalıdır. Digər hədisdə Peyğəmbərimiz s.ə.v deyir ki, Dəbbə ileykum dəul uməm qabləkum Sizlərə sizdən əvvəlki ümmətlərin xəstəliyi gəldi. Yəni, sizdən əvvəlki ümmətlərin xəstəliyi sirayət etdi. Yəni, oldu. Yəni, əvvəlki ümmətlərin xəstəliyi sizlərdə də var. Sizlərə də gələcək. Əvvəlki ümmətlərin xəstəliyində nə var idi? Həsəd etmək və düşmənçilik. Və buna görə müsəlman bu məsələdə diqqətli olması lazımdır ki, daima qəlbinin üzərində işləməsi lazımdır ki, həsədə düşməsin. Qardaşına qarşı paxıllıq etməsin. Qardaşına qarşı həsəd etməsin. Və Peyğəmbərimiz s.ə.v deyir ki, sizdən əvvəlki ümmətlərə gəldiyi xəstəlik sizlərə də gəldi. Və sonra deyir ki, paxıllıq və düşmənçilikdir. Hiyəl həliqa. Deyir ki, o həliqadır. Həliqa ərəbcə, misal üçün, həlləq kimə deyilir? Həlləq bərbərə deyilir. Bərbər insanın saçını narır, qırxır dilindən və yaxud da azaltır. Deyir ki, həsəd həliqadır, yəni. Sanki bərbər kimidir. Deyir ki, lakin demirəm, saçı qırxır. Həsəd həliqadır, lakin demirəm, saçı aparır, saçı qırxır. Deyir ki, o, insanın dinini aparır. Buna görə həsəd mövzusunda diqqətli olmalıdır insan. Və sonra sual verilir ki, Həll həsəd yunəfid təvhid Bana ən maraqlı nöqtə elə burasıdır. Deyir ki, həsəd tövhidə ziddirmi? Biz hər gün tövhiddən danışanda və yaxud da tez-tez tövhiddən danışanda bəziləri bəlkə də içindən sual doğurur ki, yəni, niyə görə məhz tövhiddən danışırıq? Niyə tövhiddən bu qədər danışırıq? Bildik də tövhidi. Yaradan Allah-u Teala'dır, xərq edən Allah-u Teala'dır, yeri göyü idarə edən Allah-u Teala'dır,
İbadet Allah'a məxsusdur. Ondan başqasına ibadət etmək olmaz. Və Allahın ad və sifətləri var ki, o Allahın yaratdıqlarında yoxdur. Bunu bilirik. Amma baxın, həsəd tövhidin hansı növünə qarşı çıxır? Hansı növünə qarşı çıxır həsəd? Deyə bilərsinizmi? Birisi ad və sifət. Rububiyyət tövhidinə. Sən Allah-u Teala'nın Rəzzaq olduğunu təsdiq etdiyin halda ruzi verən, istədiyinə ruzi verən, istədiyinə ruzi verməyən, şəfa verən, bunu bildiyin halda qardaşına həsəd edirsən. Belə olduğu halda insanın tövhidi sağlam, yəni səhih ola bilərmi? Xeyr. Və bu onu göstərir ki, bizə gecə-gündüz tövhid danışılarsa da belə azdır. Gecə-gündüz biz tövhiddən, yəni dərslər keçsək də belə, yenə tövhidimizə ehtiyac var. Tövhidimizin sağlam olmasına ehtiyac var. Və burada deyir ki, həl həsəd yünəfi tövhid, yəni həsəd tövhidə ziddirmi? Bəli, tövhidə ziddir. Necə olur ki, sən deyirsən, tövhidim səhihdir və həsəd edirsən? O necə ola bilər? Sən deyirsən ki, Allah-u Teala Razzaqdır, qardaşına mal, mülk verildiyi üçün həsəd edirsən, niyə onda var? Və həsəd, dedik ki, tövhidin ad və sifətlər mövzusunda da nədir? Yəni, tövhidin ad və sifətlər növünə də ziddir. Çünki sən bilirsən ki, Allah-u Teala nədir? Allahın sifətlərindən ədalətlidir Allah-u Teala. Yəni, Allahın sifətlərindəndir ki, Allah-u Teala nədir? Ədalətlidir. Əgər Allah-u Teala bir kəsə mal mülk veribsə, digərinə verməyibsə, o zaman Allahın bildiyi var. Bu Allahın ədalətindəndir. Və belə olduğu halda sən necə həsəd edə bilərsən? Ona görə kim həsəd edirsə, rububiyyət tövhidinə zid hərəkət etmiş olur. Və Allahın ad və sifətlər tövhidinə qarşı çıxmış olur. Həsəd edən insanın tövhidi kamil ola bilməz. Ona görə həsəd mövzusunda diqqətli olaq, qardaşlar. Bu, əvvəlki ümmətlərin də bir xəstəliyi idi və Peyğəmbərimiz s.ə.v ümmətində də bu xəstəlik var. Və hər kəsin qəlbində bu xəstəlik var. Ələ xüsusda insanlar həsədi kimə edir? Qohumlarına, yaxınlarına, qonşusuna həsəd edir ki, onda mal mülk var. Amma bir şeyə fikir verin, ehtiyacı olduqda ona qayıdır ki, mənə borc ver. Və ondan borc istəyir. Amma gizlidə ona həsəd edir. Və onun malını ondan itməsini arzuluyur. Onun malının tələf olmasını arzuluyur. Amma baxmayaraq ki, insan ehtiyacı olduqda qonşusuna dönür və yaxud da qohumlarına dönür ki, mənə borc verin və yaxud da mənim ehtiyacımı ödeyin. Yəni, insanın halı həqiqətən də təəccüblüdür. Və buna görə bu qardaşlar, həsəd mövzusunun üzərində diqqətli olaq. Daimə bu mövzuda düşünək. Çünki bu, tövhidimizə biz, yəni zid gələn, tövhidimizə qarşı gələn, tövhidimizin, yəni naqisliyinə aparan bir yoldur. Sonra deyir ki, əl-həsəd su'u-zənn billah. Həsəd etmək Allaha qarşı pis zəndir. Yəni, Allah-u Teala niyə ona verib, mənə verməyib? Həsəd etmək Allaha qarşı nəyə aparır? Yəni, pis zənn etməyə aparır səni. Yəni ki, bir müsəlmana yaraşmaz ki, Allaha pis zənn etsin. Allah haqqında pis zənn içində olsun. Daimə yadda saxlayın ki, həsəd, paxıllıq daimə düşmənçiliyi gətirir. Paxıllıq daimə nə olur? Düşmənçiliyi gətirir. Bəzən insan həsədi içində saxlayır, içində gizlədir. Bəzən də olur ki, hətta dilinə gətirir. Və dilinə gətirdikdə artıq nə olur? Düşmənçilik yaranır.
Ve diğeri odur ki tevhid yutahhirul kalb. Tevhidi sağlam olan insanın kalbi sağlam olmalıdır. Çünkü tevhid kalbi temizleyir, pak edir. Eğer tevhidi sağlam değilse o zaman kalbi sağlam değil. Kalbi temiz değil. Ve Peygamberimiz sallallahu aleyhi ve sellem bizlere kalbimizin temiz olmasını emredir. Çünkü insanın bedeninde öyle bir et parça var ki, öyle bir et parçası var ki o sağlam olarsa bütün beden sağlam olar. Bütün əzalar sağlam olar. Eğer o xəstə olarsa bütün əzalar xəstə olar ve sonunda Peygamberimiz sallallahu aleyhi ve sellem deyir ki o qəlbdir. Ve buna göre bizim qəlbimizin üzerinde işleməyimiz, çalışmağımız daha vacib olan əməllərdən biridir. Ve sonra həsədin növlərinə gəldikdə isə deyir ki, həsəd iki növdür. Yani indiyə kimi danıştığımız, yani haram olan həsəd, hansı ki bir insanın, karşındaki insanın ve kardeşinin malın, mülkün tələf olmasını arzulayan ve ondan getməsini arzulayan, bu haram olmuş həsəddir. İkinci növü ise icazeli olan həsəd, yani qibtə etmək. Bu icazəlidir. Allah'tan istəyirsən ki, o mal mülk məndə də olsun. Amma qarşındakindən yani itmədən arzulayırsan, onun malının getməsini istəmirsən. Deyirsən ki, o mal mülk məndə də olsun. Ve buna göre Peygamberimiz sallallahu aleyhi ve sellem deyir ki, iki şeyden başka bir şeye həsəd etmək olmaz. Bir, insan kardeşinde olan mal mülkü arzulayabilir ve diyebilir ki o mal mülk məndə də olsun, mən də Allah yolunda xərcləyim. Yani bu kimi niyetle həsəd edebilir. İkinci, bir insanda olan elime həsəd etmek. Elime həsəd etmek. Ve deyir ki, ey Allah'ım, o elimdən məndə də olsun, mən də Allah yolunda insanları öyrədim, marifləndirim. Bu iki şeye həsəd etmək olar. Bu formada, bu şekilde həsəd etmək icazəlidir. Eğer kardeşimizdeki mal, mülkün getməsini arzu ediriksə, bu haram olmuş həsəd növüdür. Ve sonra həsədin müalicəsinə gəldikdə, necə insan yani həsəddən qurtara bilər, paxıllıqdan qurtara bilər. Bunun için müalicə var. Onlardan birisi Allah'ın qəzə və qədərinə razı qalması. Yani insan dediğim kimi eğer həsəd edirsə Allah'ın qəzə və qədərinə etiraz eləmiş olur. Ve onun müalicəsi nədir? Allah'ın qəzə və qədərinə razı qalması. Kime mal mülk verib, bu Allah'ın qədəridir. Kimi Allah Teala yükseldi, bu Allah'ın qədəridir. Bu ilə barışması, buna razı qalması həsəddən qurtarmaq üçün olan bir vasitədir. Ve digəri isə ən çətini, həsəd etdiyin şəxsə dua etmək. Bu çətinidir. Allah'ım onun malına bereket ver. Allah'ım onun ailesine bereket ver. Ruzisini artır. Eğer kardeşin için həsəd geldiyse qəlbinə, o zaman onun için ne et? Dua et. Gizlinde ona dua et. Allah'ım onun malına bereket ver. Malını artır. Belə edərsənsə o zaman həsədi qəlbindən itirə bilərsən. Yox, dua edə bilmirsənsə deməli həsəd səndə devam edir. Həsəd səndə qalıb. Özünüzün yani qardaşına qarşı həsədin var, yox bilməyini istəyirsənsə duaya qatıl, o zaman biləcəksən ki sən kimsən. Dua məsələsinə qatıl, qardaşın üçün dua et, o zaman biləcəksən səndə həsəd var ya yox. Əgər rahatlıqla dua edə bilirsənsə, xoş sənin halına. Əgər yox, dua edə bilmirsənsə,
və yaxud da edirsən, qəlbin narahatdırsa, bu halda yəni təəssüflər olsun. Amma çalışmaq lazım. Bu xəstəliyi müalicəsi budur yəni. Allahın qəza və qədərinə razı qalmaq və həsəd etdiyin şəxs üçün dua etmək. Və sonra digər müalicəsi odur ki, həsədin böyük bir problem olduğunu düşünməsi. Həsədin böyük fəsad olduğunu düşünməsi ki, insanın savablarını yuyub aparır. Sən bil ki, həsəd etdikdə günah, yəni savabların gedir. Bunu düşünərəkdən həsədi müalicə edə bilərsən. Çünki yəni hədisdə dediyi ki, Peyğəmbərimiz s.ə.v deyir ki, həsəd savablarını ağrır, gözəl əməlləri yuyub aparır, silir. Bunu düşünmək lazımdır. Və digəri odur ki, müalicələrdən digəri də insan daima öz nəfsi ilə mübarizə aparmalıdır. İnsanlarla yox. Niyə belə etdilər, niyə belə edirlər? İnsanlarla yox, öz nəfsi ilə mübarizə aparmalıdır. Öz nəfsinin üzərində işləməlidir. Öz nəfsini təmizləməlidir. Öz nəfsinin təmizliyi üçün çalışmalıdır. İnsanlarla yox. Hər kəs kiminsə haqqında danışması rahatdır. Amma özünün qəlbinin təmizləməsinə gəldikdə isə görürsən ki, ondan uzaqdır. Yəni, qəlbini təmizləmir. Qəlbin təmizlənməsi üçün səy göstərmir. Həsədin müalicəsindən biri də, bir digəri də dediyi ki, insan öz nəfsinin üzərində işləməlidir. Nəfsi ilə cihad etməlidir. Və digər müalicəsi həsədin tövbə etmək, istiğfar eləmək. Həsəddən Allaha tövbə eləmək. Həsəddən Allaha istiğfar, Allahdan bağışlanma istəmək. Belə edəriksə, o zaman qəlbimizi həsəddən təmizləmiş olaraq. Həqiqətən də kim bunları riayət edərsə, bu dərmanlardan istifadə edərsə özün, yəni qəlbinin sağlanması üçün o zaman həsəd səndən gedər. Və sələflərin həsədlə bağlı olan bir neçə sözlərini demək istəyirəm. Abdullah bin Məsud deyir ki, Allahın nemətlərinə düşmən kəsilməyin. Allahın nemətlərinə düşmən kəsilməyin. Və bir toplum insanlar deyir ki, necə ola bilər ki, insan Allahın nemətlərinə düşmən kəsilsin? Deyir ki, o kəslər ki, Allahın insanlara verən mal mülkə həsəd edirsə, bu düşmən kəsilməkdir. Və Məlik ibn Dinar deyir ki, həsəd qəlbdən çıxmayan və həsəd qəlbdən çıxmadıqca insan nicat tapa bilməz. Deyir ki, həsəd insanın qəlbindən çıxmadıqca insan nicat tapa bilməz. Qurtuluşa ərə bilməz. Daima insan mübarizə aparmalıdır ki, həsəd onun qəlbindən çıxsın. Muhammed ibn Sirin deyir ki, dünya malı baxımından heç kəsə həsəd etmədim. Dünya malı baxımından heç kəsə həsəd etmədim. Çünki o cənnətlikdirsə, dünyasına necə həsəd edə bilərəm? Cənnətlik insandırsa, onun dünyasına necə həsəd edə bilərəm? Və yaxud da cəhənnəmlik insandırsa, onun dünyasına necə həsəd edə bilərəm? Bu, Muhammed ibn Sirinin sözüdür. İbn Teymiyyə rahiməhullah deyir ki, həsəd çox insanın qurtula bilmədiyi bir xəstəlikdir. Həsəd çox insanın qurtula bilmədiyi bir xəstəlikdir. Həqiqətən də, qardaşlar, həsəd bir xəstəlikdir. Və yeri də qəlbdə olur. Və çoxu insan, yəni çoxumuz bu xəstəliyi daşıyırıq. Və üzərimizə düşən nədir?
bu xəstəliyin müalicəsini axtarmaq, müalicəsinin üzərində çalışmaq. Necə olur ki, insan dünyada sağlam yaşaması üçün qəlbində bir balaca xəstəlik olarsa, həkim xəstəlik təyin edərsə onun qəlbində, həmən gecə-gündüz dərmanlarını vaxtında qəbul edir. Çalışır ki, o xəstəlik onun qəlbindən geçsin. Amma həsəd kimi bir xəstəliyi bunun müalicəsi üçün çalışmırıq. Səy göstərmirik və müalicəsini axtarmırıq. Yəni bu bir müsəlman üçün, yəni belə deyək, xoşa gəlməyən bir hal. Müsəlman daimə ona axirətdə dəyər verən, qiymət verən, axirətdə onu dəyərləndirən, mükafatlandıran, yəni qəlbin sağlamlığı üçün çalışmalıdır. Qəlbin müalicəsi üçün çalışmalıdır. Dediyimiz kimi, yəni həsəddən qurtarılması üçün də, dünyavi xəstəlikdən qurtarılması üçün müəyyən dərmanların olduğu kimi, həsəd xəstəliyindən qurtarılması üçün də müəyyən dərmanlar var. Onları biz zikr etdik. Onlardan biri Allahın qəzə və qədərinə razı qalmaq, o ilə barışmaq və həsəd edən şəxs üçün dua etmək. Kimə həsəd edirsənsə ona dua etmək. Və həsədin günah olduğunu, böyük günah olduğunu düşünmək və tövbə etmək və istiğfar etmək, bunlar hamısı insanın qəlbində olan həsəd xəstəliyinin müalicəsidir. Allah Teala bizi eşli faydalardan eləsin. Allah Teala bizi bu xəstəlikdən qurtarsın və dinimizdə, ibadətimizdə sabit eləsin. Allah sizdən razı olsun.